Salam, bir vaxtınız xeyirli olsun. Demək belə bir Brown orijinal 3D model altlığı ilə bütün təmirə gətiriblər. İçindən belə bir səs gəlib, özləri ev şəraitində açıblar. İndi biz çalışacağıq bunu bərpa eləyək, orta nəticəni bir yerdə izləyək. Bu hissəsini sındırıblar. Açmışıq, yenə də açmağa davam edirik. Demək belə bir bolt var bu hissədən. Ümumiyyətcə söktük. Spiralı yerində, termostatı yerində. Demək bu hissədə olan qayka saxlamır. Bunu bağlayacaq. Üstünü bağladıq, bunları təmizlədik. Rezinləri qoyduq. Olan hissəni kəsdik. Alt üst hissədən təmizlədik. Yağ vuracaq bunlara. Demək, yağ əlavə elədik. Alt və üst hissədən. Təmizlədik. Bu hissəni sıxdıq. Təmizləmişik. Demək, bu üzərinə istəyəcəm klemdən istifadə edəcəyik. Demək, bunu bura tərs mütənasib zaklyovka elədik. Üzərinə bura taxdıq. Filtri təmizdir, təmizləməyə ehtiyacı yoxdur. Demək, bu beyni saxlamaq şərti ilə çalışacağım, bərpa eləyim. Bu hissəni zaklyovka elədik. Demək, termosatka taxdıq, papaq qoyduq. Sıxdıq. Bu qırılan hissələri bərpa elədik. Yeni şurup bağladıq. Bura bu şurup paslanmışdı. Demək, bu bütün içindən çıxan şuruplar, qırıntılar hal-hazırda qoşmuşuq. Üzərinə su əlavə eləmişik. İstiliyi götürür. Su vurur. Par verir. Hər bir şey işlədi, bu qədər. Çox sağ olun, izlədiyiniz üçün.